Hekayələrlə dəyərlər silsiləsi. Ədaləti öyrədən hekayələr. Ən düzgün qərar. Süleyman 11 yaşında idi. Çox ağıllı uşaq idi. Yaşı az olsa da onunla böyüklər kimi söhbət edirdilər. Bəzən çətin bir məsələ olanda onunla məsləhətləşib fikrini soruşurdular. Bir gün bir nəfərin qoyunları başqa bir adamın üzüm bağına girib üzüm tənəklərini əzik-üzük eləmişdi. Bağ yiyəsinə xeyli ziyan dəymişdi. Hər ikisi hamının hörmət elədiyi Süleymanın müəllimi olan ağsaqqalın yanına gəlib xahiş etdi ki, onların məsələsini həll etsin. Bağ yiyəsi sürü sahibindən şikayətçi idi. O hadisəni danışdı. Bu adamın qoyunları mənim bağıma giriblər. Nə qədər üzüm varsa, hamısını yeyib, tənəkləri də əziblər. Satmağa bir salxım üzümüm də qalmayıb. İstəyirik ki, bizə bir çıxış yolu göstərəsən. Müəllim bağ sahibinin şikayətini dinləyib dedi: Sürünün sahibi qoyunları sənə versin. Beləcə sənin də zərərin ödənmiş olar. Onlar müəllimin yanından çıxanda Süleymana rast gəldilər. Süleyman hadisəni öyrənəndən sonra onlardan soruşdu. Müəllim nə məsləhət verdi? Bağ sahibi dedi: Qoyun sürüsünün mənə verilməsini tövsiyə elədi. Süleyman dedi: Bundan daha yaxşı qərar verə bilərdi. Əgər şikayətinizə mən baxsaydım, belə qərar verməzdim. Onlar geri dönüb bu sözləri ağsaqqal müəllimə dedilər. Müəllim Süleymanı çağırıb soruşdu. Yaxşı, bu məsələ ilə bağlı sənin qərarın necə olardı? Süleyman sakitcə dilləndi. Sürünü bağ sahibinə verərdim ki, qoyunların quzusundan, südündən və yunundan istifadə etsin. Üzüm bağını isə sürü sahibinə verərdim. Sürü sahibi də bağı əvvəlki vəziyyətinə qaytarandan sonra yiyəsinə verib öz sürüsünü alardı. Müəllim gülümsədi. Üzünü camaata tutub dedi: Həqiqətən də sənin qərarın daha ədalətlidir. Sonra da öz qərarını dəyişdirib Süleymanın dediyi kimi eləməyi məsləhət bildi.